Üslub əvvəlcədən təyin olunmuş font üslubu, rəng və ölçüdür ki, hansı ki seçilmiş mətnə təyin oluna bilər. Üslublar sizin Word proqramında yaratdığınız sənədin daha professional görünüşlü olunması üçün tətbiq olunmuş alətlər qrupudur. Bu dərsimizdə sizə üslubların yaradılması, üslubun dəyişdirilməsi və müxtəlif üslubların sizin mətninizə tətbiq olunması üsullarını öyrədəcəm. Mətnin hər hansı bir hissəsinə üslubu təyin etmək üçün həmin hissəni seçmək və yaxud da ki, həmin hissənin sonuna və ya əvvəlinə kursoru gətirmək lazımdır. Və bundan sonra ev vərəqində yerləşən üslublar qrupundan müxtəlif üslubları tətbiq edə bilərsiniz. Və mənim seçdiyim Həsən bəy Zərdabi mətni başlıq olduğuna görə düşünürəm ki, bu üslub daha yaxşıdır və mausu kliklədikdə artıq mənim üslubum dəyişmiş oldu. Və mətnin digər hissəsinə klik etməklə həmin hissə üçün də müxtəlif üslublardan birini tətbiq edə bilərsiniz. Mənim seçdiyim hissə alt başlıq olduğuna görə üslublar qrupunda yerləşən alt başlıq üslubunu seçə bilərəm. Və mausu kliklədikdən sonra gördüyünüz kimi artıq mənim yaratdığım mətn daha yaxşı görünüşə malik olmuş oldu. Eyni zamanda müxtəlif üslub seçimləri də vardır ki, bu da digər qrupunda yerləşən üslublardır və bunlardan hər birini siz arzuladığınız təqdirdə öz mətninizdə yaratdığınız sənədə tətbiq edə bilərsiniz. Üslublar qrupunda yerləşən üslubları dəyişdir funksiyasında müxtəlif bölümlər vardır ki, bunlardan biri üslub dəsti bölümüdür və hər biri müxtəlif cür sizin mətninizin görünüşünü təyin edə bilər. Rənglər isə üslublarda olan rəng ardıcıllığını müəyyən edir ki, siz buradan istədiyiniz rəng seçimini seçə və yaxud da ki, arzu etdiyiniz təqdirdə yeni mövzu rəngləri yarada bilərsiniz. Məsələn, mən buradan mənbə rəng seçimini seçdikdən sonra gördüyünüz kimi mənim hazırladığım mətnin üslubunun rəngi dəyişmiş oldu. Və eyni zamanda siz mövcud olan üslubları həmin üslubun üzərində mausun sağ düyməsini basaraq da dəyişə bilərsiniz. Burada dəyişdir əmrini seçməklə siz üslubun adını və eyni zamanda formatlaşdırma seçimlərindən istifadə etməklə üslubu dəyişə bilərsiniz. Yeni bir üslub yaradılması isə üslublar qrupunda yerləşən üslublar işarəsi vasitəsilə yerinə yetirilir ki, buradan üslublar əmrini seçdikdən sonra yeni üslub yarat əmrini seçməklə siz üsluba ad qoya, tipini müəyyən edə və formatlaşdırma seçimlərindən üslubunuzu istədiyiniz formaya sala bilərsiniz. Məsələn, mən üslubun adını mənim üslubum qoyuram və bundan sonra başlıqları müəyyən edirəm. Eyni zamanda ölçünü müəyyən edirəm. Və qalın və yaxud da ki, kursiv olduğu müəyyən olunduqdan sonra siz rəngi də dəyişdirə bilərsiniz. Məsələn, mən bu rəngi seçdikdə gördüyünüz kimi burada ön izləmə pəncərəsində artıq mənim üslubumun necə görünəcəyi müəyyən olunur. Və OK düyməsini basdıqdan sonra gördüyünüz kimi seçdiyim, yaratdığım üslub artıq seçdiyim hissə üçün tətbiq olunmuş oldu. Bu dərsimizdə sizə yeni üslubların yaradılması, mövcud üslubların dəyişdirilməsi və eyni zamanda üslubların mətninizin müxtəlif hissələrinə tətbiqi üsullarını öyrətdim.